Çox təəssüf ki, Qubadlı işğal olunandan bu günə kimi mən ömrümün elə bir ki, 50 ilini itirmişəm. Vətəndən şirin heç nə, vətəndən əziz heç nə ola bilməz. Rəhmətli Səməd Vurğunun bir sözü var, deyir ki, sərin bahar nəsimli tək udur vətən havasını, kim dəyişər yer üzünə öz yurdunu yuvasını? Mənim də yurt yuvam, yer üzünə dəyişməməli bir yurt yuvu idi. Çox təəssüf ki, yağı tapdağındadır. Bugün oraya əlim hiç çatmır. Ancaq onu yuxularımda görürəm. Və şeirlərimdə, niskilli şeirlərdə əks elətdirirəm. Qubadlı elə bir dilbər gülüşü idi ki, Həkəri Bərgüşat oraya elə bir gözəllik verirdi ki, dünyada elə bir çaylar yox idi ki, o çayların əvəzini verə. Gəlirdi bizim öz kəndimizdə Həkəri Bərgüşat birləşirdi. İndi bugün həmin yurt yuvasız qalan adamın necə olar halı? Özüm də özümdən baş açmırdım. Hardandı məndə dağlara bu qədər yaxınlıq? Cavabını çox-çox sonralar. Doğma el-obamızdan didərgin düşəndə tapdım suallar. Elə bil dünya boşaldı. Bahar yüreğimiz sensiz qışaldı. Sen de çəkib getdin, yerim boş qaldı. Mən yazaya vurğunam, kişin eynirəm. Yurt mənə qiblə idi, həm də pir idi. Zildə ötən könlüm bəmdə kiridi. Sevinç bir olanda qəm də bir idi. Olubdu dərdlərim 100, indi dağlar. Özündə uşaqlığımı, sevincli kədərli günlərimi, ana nəvazişini, anamın səsini, ilk